Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində biskvit hazırlayıram. Cappuccino biskvit. Bu biskvit müxtəlif şokoladlı ruletlərin, cappuccino adlanan bir tort var ki, həmən tortun biskvitidir bu. Eləcə də müxtəlif ruletlərdə işlədə bilərsiniz, tortlarda və yaxud da ki, pastalarda. Çox gözəl bir dadı olur. Şokoladlı kremlə, şokoladla birlikdə çox nəfis, mükəmməl bir şokolad dadı alır. Bizə nə lazımdır? Əlbəttə, bunu kofe ilə hazırlayırıq. Kofeni əgər özünüz çəkmisinizsə, üyüdülmüş kofedən istifadə eləmək lazımdır. Təbii ki, kofenin ətri, dadı hər kəsin öz damaq zevqinə görədir. Özünüz seçə bilərsiniz. Sevdiyiniz kofedən hazırlaya bilərsiniz. Mən indi bunu sobanın listinə hazırlayıram. 6 yumurtadan. Yarım stəkan bizə süd lazımdır, soyuq, bişmiş süd. 2 xörək qaşığı bizə bitki yağı lazımdır, rafinə olunmuş, ətirsiz, dadsız bitki yağı. 1 stəkan şəkər tozu lazımdır, yəni 6 xörək qaşığı şəkər tozudur. 1 ədəd vanil və 1 stəkan un lazımdır. Unu qabartma ilə birlikdə ələyirik, yarım çay qaşığı qabartma işlədilir. Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq. Yumurta ilə şəkər tozunu çalıb hazırladıqdan sonra bir kənara qoyuruq və südlü qarışığımızı hazırlayırıq. Soyuq südün içərisinə 2 dolu xörək qaşığı kofe qatırıq. Yaxşı qarışdırırıq. Və hissə-hissə çaldığımız şəkərlə yumurtanın içərisinə əlavə edirik. Və yaxşı çaldıqdan sonra, yaxşı çalırıq ki, hamısı bir-birinə qarışsın. Və südlü olduğuna görə görürsünüz, bir qədər köpüklü kimi alınır üzü. Və indi buna ələdiyimiz unu qatırıq. Unu əlavə edib, spatula vasitəsilə və yaxud da ki, taxta qaşıqla ehtiyatla qarışdırırıq. Unu yaxşıca qarışdırırıq və ola bilsin ki, yumurtanın böyüklüyünə, kiçikliyinə görə və unlarda fərqli olduğuna görə ola bilər ki, 1-2 xörək qaşığı artıq unda getsin və baxırsınız siz də xəmirin qatılığına, belə bir qatılığı da olmalıdır. Ümumiyyətlə, biskvit xəmiri çox qatı olduqda biskvit də bərk çıxır. Nə qədər qədərində olarsa və bir qədər belə axıntılı olarsa, onda biskvit də yumuşaq alınar və gec bayatlaşar. Və yağını da əlavə edirik. Qarışdırırıq. Və biskvitin xəmiri hazırdır. Əvvəlcədən qızdırılmış sobada 170-180 dərəcədə bişiririk. Nəyə görə 170-180 deyirəm? Ola bilsin ki, fərqli sobalar olur. Sobalar var ki, bir qədər böyükdür, həcmi kiçik olur. Kiçik sobada həmişə çalışın 160-170 dərəcədə bişirin. İridirsə soba və yaxud qaz sobasıdırsa, o zaman orada tənzimləyin temperaturu. Çünki kiçik sobalarda 180 dərəcə həddən artıq isti olur. Biskvit tez yanır üstü, içi isə yaxşı bişmir. Formanın içərisini əgər yağlı kağız yoxdursa, yağlayıb un səpirsiniz. Yox, əgər perqament kağızla hazırlayırsınızsa, onda lazım deyil. Sobanın listinə perqament kağız sərib, biskvitin xəmirini əlavə edib bişiririk. Artıq biskvitimiz hazırdır. Biskvitin bişməsini taxta çöp vasitəsilə yoxlaya bilərsiniz. İndi mən bunu bir qədər böyük qabda hazırlamışam. Əgər siz istəsəz bunu biraz kiçik qabda da hazırlaya bilərsiniz. Elə tək bir dənə, yəni hündür çıxması üçün biraz kiçik qabda da hazırlaya bilərsiniz.
Çox dadlıdır, ətirlidir. Hətta buna heç krem də olmasa olar. Yəni üzərinə elə şokolad əridib tökdükdən sonra da istifadə etmək olar. Elastikdir. İstədiyiniz kimi bükə bilərsiniz, qatlaya bilərsiniz. Çox ətirlidir. Yəni kofenin dadı hiss olunacaq dərəcədədir. Müxtəlif kremlərlə pastalar, tortlar, cupcake'lər hazırlaya bilərsiniz. Qaymaqlı, xamalı, bişmiş kremlə istənilən krem istifadə etmək olar. Yəni o qədər dadlı bir biskvitdir ki, krem seçməyə ehtiyac yoxdur. Yumşaqlığını da görürsünüz. Hazırlayan hər kəsə nuş olsun. Ruziniz bol, bərəkətli olsun. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.